Martın 31 axşam saatlarında Azərbaycanın şimal-qərb bölgəsində qeyri-sabit hava şəraiti hökm sürüb. Güclü külək əsasən Qaxda bir sıra fəsadlar törədib. RTV bizim media isnadan xəbər verir ki, rayonun Lələpaşa kəndində 2 il əvvəl inşa edilən fərdi yaşayış evinin dam örtüyünü külək tamamilə uçurub. Bir ailə evsiz qalıb. Güclü külək kənddə Nahid Əzizxanova məxsus fərdi yaşayış evinin dam örtüyünü uçuraraq təxminən 100 metr aralıdakı əkil sahələrinə atıb. Evin dam örtüyü qopduqdan sonra bəzi otaqların tavanında dağılaraq mənzilə tökülüb. Nəticədə ev əşyalarına ziyan dəyib, yağış suları evin içərisinə dolub. Ev sahibinin atasının sözlərinə görə oğlunun ailəsi 6 nəfərdən ibarətdir. Onlar həmin evi 2 il əvvəl tikiblər. Kənd bələdiyyəsindən isə bildirilib ki, vətəndaşın evinə dəymiş ziyanın hesablanması ilə bağlı əraziyə və evə baxış keçirilib. Məsələ ilə əlaqədar rayon icra hakimiyyəti və digər müvafiq qurumlar da məlumatlandırılıblar. Vətəndaşa dəyən zərər müəyyən ediləndən sonra evin bərpasına başlanılacaq. Belə ki, yerli bələdiyyə və icra nümayəndəliyi kənd sakinlərinin birgə səyi və dəstəyi ilə işlərə başlamağa nəzərdə tutur. Bu faktı Telman Əzizxanov da təsdiqləyərək bildirib ki, kənd sakinləri artıq ailəyə həm maddi, həm də digər məsələdə kömək etmək istiqamətində iş aparırlar. Bununla yanaşı rayonun müvafiq idarə və təşkilatları da vətəndaşa təbii fəlakət zamanı dəymiş zərərin aradan qaldırılmasında köməklik göstərəcəyini söz veriblər.